alem senden ayrı yaşamar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Tahirə də çox sağ ol deyirəm ki, bu uşağı belə ərziyə gətirir. Çox mübarək, gün o gün olsun, böyük toyuna yığılışaq. İndusta girdiyi, belə adlı sanlı bir oğlan olsun. Mən də Natiq qardaşı, Tahir qardaşı təbrik edirəm. Belə bir yığıncaq təşkil ediblər. Çox mübarək olsun. Bütün şəhid evlatlarına bu qismət olsun. Bizim kənd qəhrəman kənddir. 30 dənə şəhidimiz var. O şəhidlərin hamısının ruhu şaddır ki, bugün qəhrəman qardaşımızın evladının kiçik toyudur. Gün o gün olsun, böyük toyuna yığışıq. Çox mübarək. İlk öncə Space TV-nin rəhbərliyinə minnətdarımızı bildirək. Eyni zamanda sizə minnəttar verək ki, siz həmişə bizi işıqlandırmışsınız. Bununla ikinci səfər bu ailədəsiniz. Yəni, çəkiliş ikinci səfər ailədir. Allah Günel bacıya da can sağlığı versin. Buna da şəfa diləyək. Qaldı ki, Tahir təbrik edirəm, Natiq təbrik edirəm. Gün o gün olsun, bax, böyük toyuna gələk belə, yığışaq. İnşallah. Siz də sağ olun, çox sağ olun. Atam ona nəyə görə vurğuladı ki, bu ailədə ikinci toydur. Birinci toyu şəhidimizin toyu. Günelimiz çəkib. Balaca balamızın toyunu isə mənə qismət oldu. Sağlıq olsun. Bundan sonra bu evdə həmişə xeyir iş olsun. Xoş günlər olsun. Gələk çəkək. Xoş gün olsun. Amin. Mən bütün burada iştirak edən qardaşlarıma, şəhid ailələrinə çox sağ ol deyirəm. Gələn ayaqları var olsun. Siz də çox sağ olun ki, gəlmişsiniz, bizim məclisimizi şənləndirirsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bugün bizim üçün çox müqəddəs bir gündür. Çox müqəddəs. Qəhrəmanın balasının kiçik toyu bizim üçün nə deyim oxlar? Mənim bir övladım var, bəlkə də mən o gün bu qədər sevinməyəcəm, nə qədər mən bugün sevinmişim. Renat bizim üçün həm qardaşdır, həm baladır. Ona görə onun yeri tamamilə başqadır. Bizim ailəmizdə 4 qardaş olmuşuq. Qismət belə gətirib qəhrəman yoxdur. 4 qardaşın 4 oğlu var. Allah Cəlalın canı sağ eləsin, ailəsi, uşağı. Rəşid də nişanlıdır, mənim oğlum üzr istəyirəm. Bəhmən də nişanlıdır, onların da yaxın vaxtda toy olacaq. Bizim ən balacamız, ən sevimlimiz Renatdır. Renat bizim üçün hər şeydir. Renat bizim yaşamaq səbəbimizdir. Çox sağ olun. Mən sizə çox minnətdaram. İnşallah mənim də nəvəmin sünnət olacaq. Adını Salih qoymuşam. Şəhidimin adını qoymuşam. İnşallah gələrsiniz. Sevə-sevə. Sən çağır. Boynuna. Sən çağır, mən də gəlim. Vaxt bəllidir. Çağıracağım. Vaxt bəllidir. Yox. Nə vaxt oldu çağır. Sağ ol. Onu deyirdim. İnşallah. Sevə-sevə gələrik. İçəri daxil olaq. Mağarada qonaqlarımız var. Gəlməyə də davam eləyir. Gətirik.
Qonaqlarımız var yenidən. Tanış eləyərdiniz. Bakı Kimya Biologiya Təmayüllü 5 nömrə İnternat Məktəbinin 88-ci, 89-cu il məzunları və bugünün həkimləri, mühəndisləri, müəllimləri, bir sözlə ziyalılar. Tələbə yoldaşlarınız da belə başa düşür. Bəli, mən biz 9-cu ildə qurtarmışıq. Mən 93-cü ildə düşmüşəm Samara şəhərinə. Bu qardaşlarım, dostlarım burada qalıblar. Uzun müddət əlaqə olmayıb. Bir hardasa bir 7-8 il bundan qabaq Səyyədə çox sağ olsun. Qrup açıb bizi bir yerə toparlayıb məni tapıblar Samarada. Qrupun bir dənə fəal olmalıdır da həmişə. Hamını axtarır, arayır, tapır, bir araya gətirir. O səyyaddır. O da ona O da görə ondan səyyad. başlayacağam. Hamı məni üzürlü saysın. Çox söz bilən odur. Xoş gördük. Bax, bu xeyir işdə. Gözünüz aydın olsun. Demək olar ki, bu bizim də, sizin də hamının xeyir işidir. Bəli. Bir göz aydınlığı verərdiniz. Bu Rinat balamız, hamımızın balamız. Məsafə hardan hara olursa da biz o məsafəni qət edib gəlib onun xeyir işində iştirak etməyə özümüzə borc görürük. Mən ona necə deyirlər, o atası bir igidlik etdi. O ən böyük zirvə olan şəhidliyə qalxdı. Övladına isə uzun ömür, can sağlığı. Bir daha təbrik edirəm. Bugün onun kiçik toy məclisi inşallah bir 10 ildən sonra mən deyirəm, uzağa keçmə, 17-18 yaş. Böyük toyun olsun. Böyük toyda təmtəraqlı olsun. Səyyad doktor nə arzular var ürəyimizdə, onun hamısını dedi. Yenə arzu eləyək ki, nəslin, nəcabətin ən seçilən oğlu olsun. Bu öz yerində 17-18 ildən sonra dedim böyük toyun. 10 ildən sonra. Olsun 10 ildən sonra böyük toyuna gələk. 11-ci ildə də bir çıxılı qəhrəman kişinin inşallah doğum gününü qeyd eləyək. Səyyad doktor, Nemət doktor elə gözəl sözlər dedilər. Oradan sonra söz demək biraz çətindir, amma bu zərurətdir. Bugün Renat balamızın xoş günündə bu sözləri biz deməliyik. Natiq qardaşımın xoş günündə bu sözləri deməliyik. Biz bugün elə bir məclisdəyik ki, elə bir ziyafətdəyik ki, böyük qürur hissi duyuruq. Nə mənada? O mənada ki, xalqımızın rifahı, bizim gələcəyimiz uğrunda gözünü qırpmadan həyatını qurban verən bir insanın, evladının, bu bizim üçün böyük fəxirdir, bizim üçün böyük şey. Əvvəla mən o qəhrəmanımızın qarşısında baş əyirik, onlara həmişə biz borçluyuq. Mən həyatda nə gözəl nimətlər var, nə gözəl şeylər var, hamısını Renat balamıza arzulayıram. Eyni zamanda onun əmrlərini arzulayıram. Çünki onun əmrləri biz şahidik. Biz 35 ildən sonra bir-birimizi tapmışıq, amma biz qardaş kimiyik, bizim aramızdan su keçmir. Bugün Natiq qardaşımızın, o qardaşımızın evladı uğrunda hansı cəfaları çəkir, hansı o şeyləri görür, biz onun hamısının şahid olmuşuq, şahidiyik. Mən öpürəm, bağrına basıram qardaş səni. Allah Teala sizi xoşbəxt eləsin. Allah Teala sizin bütün ailənizi xoşbəxt eləsin. Allah Teala Renat balanı elə bir ali mərtəbəyə yüksətsin ki, hamı ona səcdəyə gəlsin. Belə gözəl gündə şərəfdir söz demək. Bugün hamımız yığılmışıq Natiq qardaşımızın ocağına. İlk öncə bizim qardaşımız, yəni şəhid qardaşımız, qəhrəman qardaşımızın ruhu qarşısında baş əyirəm. Arzu edirəm ki, Natiq qardaşımız həmişə bu ocaqda var olsun. Bugün o gözəl balanın, yəni kiçik toy məclisidir. Arzu edirəm ki, gün o gün olsun ki, onun böyük toyuna yığışaq. Sağlam böyüsün, əmələrinə, dayılarına, babalarına, nənələrinə layiq bir övlad kimi böyüsün. Sahaldan, sahaldan,
Xoş gördük sizi də. Axşamınız xeyir olsun. Sağ olun. Şamınız xeyir olsun, var olun. Çox əziyyət çəkmisiniz, çox sağ olun. Var olun ki, gəlib bu məclisi bax belə idarənizi aparırsınız. Allah köməyiniz olsun. Həmişə belə məclis, yaxşı məclislərdə iştirak edəsiniz. Bizə də Allah ömür versin. Amin. Biz deyək, bax sizdən bir məclisdə də görüşmüşük ya buna. Yox. Orada Qapıdakı çəkən idi, yox. Elə mi? Aparıcı başqaydı. Oy ha, biz onu dedik. O da bağlı olub. O da bana olub. Sadəcə olaraq o Günel xanım olub, mən Daysiya xanım. Aysel xanım. Darvazadan gələndən məni qarşıladı. Mən də ona sözümü dedim, o da çəkdi, yazdı. Ha, inşallah. Belə. İndi özünüz gec gəlmisiniz, nağaraq. Yox, Əsaslı gəlib mən çatdınız. çoxdan buradayam. Biraz gecikdim. Bir balaca oldu, bir balaca oldu. Eybi Ha, yox. amma çoxdan buradayam. Bəlkə də bir saatdır burada. Yeməyimi də yemişəm, hə, söz. Ha. Sonra onu da deyim ki sizə Allah Teala həmişə bax, bu evə, bu qapıya xeyir qismət eləsin. Bizə də Allah Teala ömür versin. O həmin xeyirlikdə iştirak edək. Sağlıq olsun. Ancaq sağlıq. Ancaq sağlıq olsun. Allah Teala bir də bütün qohumların hamısına can sağlığı qismət eləsin. Hamısını bir-birindən mehriban eləsin. Necə ki, bax, biz varıq. Hamısı. Bu bizim atamın dayısı oğludur. Bizim ağsaqqalımızdır. Nəsin asaq? Allah canını sağ eləsin. Burada Bəhluləm bizim nəslin ağsaqqalıdır. Samarada Mobiləm bizim ağsaqqalımızdır. Mobiləmin Bəhluləmin doğma qardaşıdır. 1-2 yaşda böyükdür. Bizim hamımızın Samaraya toplaşmağımızda bugünkü bu məclisin qurulmasının da başlıca səbəblərindən biri Mobiləmdir. Çünki salamlayırıq. Mobil bəy də Allah ömür versin. Amin. Qismət olar inşallah onunla da bir toyda görüşərik. Amin. Samara toyunda. Allah qoysa, Allah söz vermisiniz də. Sağlıq olsun. Dəvət edin, sevə-sevə gəlin. Problem yoxdur. Problem yoxdur. Sağ olun, boşuna dönün. Sizi də xoş gördük. Çox mübarək, günə-gün olsun böyük toyunda iştirak eləyək. Ancaq böyük toyunda. Nə bilim, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid balasıdır. Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan. Yaşa Azerbaycan. Dilimizde bir şuar var. Yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan. Yaşa Azerbaycan. Devlet bir millet hiç sual sorgusu yok. Nasıl bir devletinse bizim kimi ordusu yok. Neçə devlet yığılıp gelse yine korkusu yok. Küreğin söküyübdü kardeşa Azerbaycan. Yaşa Azerbaycan. Dilimizde bir şuar var. Yaşa Azerbaycan. Yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan. Yaşa Azerbaycan. Dilimizde bir şuar var. Yaşa Azerbaycan, yaşa Azerbaycan.
Azərbaycan vətən övladlarını keşiyində görə hər an vətən övladlarını Vətən uğrunda verən can vətən övladlarını Qızıl hərflə yazır yaddaşa Azərbaycan Yaşa Azərbaycan Elimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Yaşına gözüne boğmuşam inan Gülüşüne kıyman senden Günlerine kıyman senden Al senden güzel senden Sarışın Günlerine kıyman senden Yine ay doğuyor, yine günler uzak, uzanır geceler ah hüzüne, dolanır uykudan sabaha, günler geçiyor, bana her şey uzak. Dökülür yeni bir yaprak daha, vururken yüzüme sonbahar. Ya la la ya la 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 la.
Uzanır geceler ah yüzüne, dolanır uykudan sabaha. Günler geçiyor, bana her şey uzak. Dökülür yeni bir yaprak daha, vururken yüzüme sonbahar. Ya la la, ya la la la, ya la la, ya Aziz dostlar, budur gəlin Təzəbəy, gəl Reynald bəy, gəl, qədəmlərin mübarək. İllərdə gözləmişik yolunu, ən xoş arzun, ən xoş qadın mübarək. Gəl Reynald bəy, gəl, qədəmlərin mübarək. Hürmətdən alışmayalım dostlar. Çox mübarək. Allah böyük başa çatanlardan eləsin inşallah. Böyük toyunu görsün bu ey loba, bu dost, tanış. Azərbaycan dövlət himninin sədaları altında sükutla yad edəyin. Sərhədləri şöhrətin bugün, ellərə hay verir, hayına bugün. Ay həkim, dostlar gəlin, Renat balanın toyuna bugün. Bu toya gələn obalar, eller xoş gəlib. Ben bir daha hər birinizə xoş gəldi deyirəm. Və bu gözəl məclisimizi ilə Allah'ımızın gözəl kəlamları ilə başlamaq istəyirəm. Allah'ın salamı olsun hər birinizə, gələn qədəmləriniz mübarək olsun. Dostlar, bu gözəl məclisi sizin şərəfinizə təşkil ediblər. O bugün gözəl süfrədəki naz neymətlərdən yavaş-yavaş tam edin. Ben de Bəhlul babanın, Mobil babanın adından bu güzel məclisi salamlayıp bir daha bu güzel balaya uzun bir can sağlığı arzulayıram. Buyurun.
hoş gelmişsiniz. Bugünlerin biz Qəhrəman balamın evladı Renat balanın kiçik toy məclisinə yığışmışıq. Onun kiçik toyu mübarək olsun. Gün o gün olsun, bax bir belə qohuma qərəbə hamısı böyük toyuna gəlsin. Allah onu belə göz dolusu versin anasına, Tahir əmisinə, bütün qohuma qərəbə üçün. Yararlı bir evlad olsun. Allah Qəhrəman qarşıq bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin, şəfa versin. Allah dövlətimizi qorusun, ordumuzu qorusun. Səngərdəki körpə əskərlərimizi qorusun. Bir daha müharibə olmasın. Həmişə sülh olsun. Mən bax hər kəs Renata əmi düşür. Dayı düşür, xala düşür, mama düşür, baba nənə düşür. Onların hamısına göz aydınlığı verir. Mən Tahir əmiyə, Lamiyə amiyə, Arzu bibiyə, ana deyib, nənə deyib onun əlindən tutuldu. Onların hamısına, Natiq əmi, onun Eldəniz babasına, Xatirə nənəsinə, hamısına göz aydınlığı verir. Mən ilk öncə Qəhrəmanın dayısı qızıyam. Qəhrəmanın ruhu şad olsun. Tahirə göz aydınlığı verirəm, Natiqə, Lamiyə, Arzuya göz aydınlığı verirəm. O gün olsun inşallah böyük toyunda yığışaq.
xoş gördük. Çox sağ olun. Gözümüz aydın olsun. İnşallah belə böyük toyuna yığışaq. Çox sağ olun. Sizi də xoş gördük. Çox sağ olun. Siz də xoş gəlmisiniz. Böyük toyunda inşallah. Rənət balanı xoşbəxt olsun. Gün o gün olsun böyük toyuna yığılaq. Atasına Allahdan rəhmət, bütün şəhidlərimizə rəhmət, qazilərə də can sağlığı arz edirik. Hoş gördük. Ben de bugün tebrik edirəm balamızı, Renat balamızı. Allah onun atasına qən-qən rəhmət eləsin. Yəni daim qızıdır, daim qızın da gözü aydın olsun. İnşallah onun böyük toyun görsün. Həmişə belə xeyrinə gələk. Bu yəni nə bilim adam söz tapır deməyə. Yəni kaş ki atası bugün burada olaydı. Nəysə qismət. Amma yenə də Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Da Allah ordumuzu qorusun, əskərlərimizi qorusun. Çox sağ olun, siz də xoş gəlmisiniz. Telefon bağlantımız var ta Samara'dan şəhidimizin bacısıdır. Humay xanım. Təbrik edirəm. Xoş gördük. Gözünüz aydın olsun Humay xanım. Çok sağ olun, çok sağ olun. Aysel Hanım hoş gelmişsiniz. Gelen ayaklarınız var olsun. Bugün kardeşimin yegane balası Renat'ımızın küçük toydu. Onu tebrik ediyorum. Böyük oğlan olsun. İnşallah böyük toyun görək. İnşallah. Atasının görmədiyi gözəl günlərin hamısını Renat'a Allah Teala nəsib eləsin. Biz də Renat'ı xoş görək, biz də xoş olaq. Siz də xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Allah köməyiniz olsun. Bir də o böğrümüzdə duran o qara gəlinimizə Allah can sağlığı versin. Onu bizə, Renat'ı bizə Allah gözü dolusu versin. Lamiyəm, öpürəm səni canım gözüm. Lamiyə, Allah səni balana, balan da sənə çox görməsin. Gözəl günlər yaşayasan. Amin. Öpürəm sizi. Allah sizi də var eləsin. Çok sağ olun, Sağ çok olun, sağ olun. sağ olun. Allah var eylesin. Tamam şirem ağaşem bebeğim çoluğum ya. Hasar bayzalım ya. Hasar bayzalım. Hasar bayzalım ya. Hasar bayzalım. Sizi bu məclisdə görmək üçün bizə çox xoşdur. Qardaşım qızıdır Lamiyə. Lamiyə göz aydınlığı verirəm. Qardaşımın gözü aydın, Tahir qardaşın gözü aydın. Allah şəhidlərimizə rəhmət eləsin, məqamını uca eləsin. İnşallah bugün onun kiçik toyudur. Gün o gün olsun ki, Renat'ın böyük toyunda biz iştirak eləyək. Allah qəhrəmana da rəhmət eləsin. Adı qəhrəman, özü qəhrəman. Allah Renat'ı onun yurdunda böyük qaim qədim eləsin. Nə bilim, böyüsün, böyük oğlan olsun, toyunu görək, nəvəli nəticəli Lamiyə olsun. Bir daha göz aydınlığı verirəm hamısına, Xatriyə, Arzuya, hamısının gözü aydın olsun. Təbrik edirəm. Gözləri aydın olsun. Böyük toyun eləsinlər inşallah. Allah atasına da rəhmət eləsin, şəhidlərimizin hamısına da rəhmət eləsin. Edib Azərbaycan vətən övladlarını keşiyində görə hər an vətən övladlarını Vətən uğrunda verən can vətən övladlarını Qızıl hərflə yazır yaddaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dünən ciyər axşamındakı aşpaz xanımlarımız buradadır. Dünən siz də oradaydınız da. Hə də, kömək eləyirdiniz. Amma həm xala qızıdır, həm də ki yemək bişirirdiniz də, kömək eləyirdiniz. Qəhrəman da əmma. Can. Allah rəhmət eləsin şəhidimizə. Maşallah, onsuz da gözəlsiniz. Bu da gözəlləşmisiniz. Çox sağ ol. Səndən gözəl ola bilmərəm. Yenə deyirəm, xoş gəlmisiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəmana rəhmət eləsin. Məkanı cənnət olsun. Renat elə bir oğul olsun ki, qəhrəman olsa qəhrəmandır. Renat ondan da uca olsun. Renata gözəl günlər arzulayıram. Başqa nə deyim?
Böyük toyunda inşallah. İnşallah birincinin üstüne girsin, sonra asker girsin, sonra büyük oynar. Ona mən. Nə? Ay yox. Nə? Mən o vaxtda çətin. Bilmək olmaz. Bəlkə mən səndən qabaq getdim, gəlib çəkəmədim. Xeyirli, Allah insana bir ömür verir, bir qismət verir. Allah tək ömür versin, görüşərik. Xoş gördük. Sağ ol, xoş gəlmisiniz. Qədəmləriniz həmişə toylara gəlsin. Allah qəhrəmanın oğluna dünya durduqca ömür versin. Allah onu xoşbəxt eləsin. Yarayan bəndələrdən eləsin. Qəhrəmana heç kim çata bilməz. Qəhrəman bizim əzizimiz. Allah rəhmət eləsin. Allah xeyir versin çox-çox. Sağ olun. Şəhidimizin maması qızı yoxsa maması qızı. Mama qızı deyəndə yəni bibi qızıdır, bibi qızı gedir də. Amma rayon yerində bir tərəfdə də mama qızı deyirlər. Bibi qızı, bəli, bibi qızı. Hə. Gözün aydın olsun. Xeyir işlərdə görüşürük. Çox sağ ol. Allah köməyindir. İlhamla ileriye gedirik sevdiği biz vətəni Sabaha ümidlə bağırır unutmuru dönəni Sen özün fikirləş ki kimsən axıya erməni Səni saldı necə dağdan daşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan 30 il bize vermiş ele işkence zulüm 30 ilde itilip etilip har bülbülüm Kudu məqsəd var balya Qarabağ yağdırım Bir dənə gülləsin atmır boşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Dilimizdə bir şüar var yaşa Azərbaycan Yaşa Azərbaycan Səni dünya tanıdı birbaşa Azərbaycan Yaşa Azərbaycan Sizə xoş gördük. Nuş olsun. Çox sağ olun, xoş gəlmisiniz bir daha. Allah qəhrəmanın məkanını cənnət eləsin. Evladının bugün kiçik toydu, çox mübarək. Atasına layiq evlad olsun. Allah babasına, nənəsinə, anasına göz aydınlığı versin. Çox mübarək. Sizə xoş gördük. Xoş gəlmisiniz. Həmişə xeyir işlərə gələsiniz. Allah şəhidimizin məqamını uca eləsin, övladın da ömrünü uzun eləsin, yerində bir o yaxşı oğullardan olsun. Böyük oğlan olsun, bugün olsun böyük toyuna yığışarıq inşallah. Allah rəhmət eləsin qəhrəmana da. Thank you.
Sizə xoş gördük anam. Sağ ol, var ol. Allah rəhmət eləsin şəhidlərin hamısına, qadan alım. Nə deyək day, Allah bizə bir belə adam göstərməsin bu millətə. Böyük toyunda görüşək inşallah. Allah qoysa Balamızın xeyri işlə atasının yurdunda yurtçu olsun. Amin. Böyük toyunda da görüşək. Sağ olun. Salamatçılıq olsun, canımız sağ olsun. Salamat ol. Salamat ol. Özünə yaxşı bax. Ha baxıram, nə bilim gör. Qocalıq elə qocalıdan qocala edirik. Allah ömür versin. Sağ ol, var ol. Xoş gördük. Xoş gördük. Allah bütün şəhidlərə rəhmət eləsin. İnşallah böyük toyuna gələk. Allah xeyir versin. Siz də xoş gördük. Böyüsün atasına layiq bir oğlan olsun. Gün o gün olsun, onun toyuna yığışar. Xoş gördüm yenidən səni. Hoş gördük. Burada əl-ayağı təmiz oturmusan. Hem səhərdən günümüz bir başka, bugünkü günümüz bir başka. Yorğunluq yəqin qalıb. Yorulmuşlar, hiçbir yatmamışlar. Amma şirin yorğunluqdur. Güzel, güzel. Böyle gün hamının bağısına kısmet olsun. Həmişə xeyir işlərdə yorulasan. Allah müvəffəq versin. Elə Renat'ın məktəbə girdiyi günü hele bir nəticə çəkək. Bugün bizim körpə balamız qəhrəmanın, körpə balasının sünnətidir, sünnət toyudur. Allah xeyir versin. Allah Tahirə, Natiqə, Eldəniz müəllimə, Xatiriyə, Lamiyə, Arzuya doyunca versin onu. Amin. Qəhrəman balamızın da ruhu şad olsun. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Siz də sağ olun, var olun, əziyyət çəkmişsiniz, gəlmişsiniz. Çox sağ olun, var olasınız. Ben yazılan bir halını bilmedim. Aylar iller ömrünü görmedim. Ben yazılan bir halını bilmedim. Ağlarla günlerin soldu terane. Gelmedi gazetinem oldu terane. Yaharmasan gelmeysen terane. Belki beni sevmeysen terane. Görün toyda mən kimi tapmışam. Adam istəyir elə öpsün, yesin. Adın nədir? Rauf. Rauf, neçə yaşın var? 9. Kimin toyuna gəlmisən? Renatı. Təbrik elə buradan, deyir Renat, səni təbrik eləyirəm. Renat, səni təbrik edirəm. Maşallah. Maşallah, Allah bəxtini gözəlləsin. Adam istəyirsiniz. Nazlı Zeynep, dağların liganı, çok liganı, ben perişan. Kalbimde yeşim, bir de sevgim, Nazlı Zeynep, kalbimde sen, kalbimde yener, kalbimdesin, güzel son, güzel Zeynep, kalbimde yener. Toylarımızın gözəl adətlərindən biri də var. Əsasən o rayonlarda, kəndlərdə qalıb, belə deyim də, çamadanla pul yazılır. Gəl. Hər vaxtınız xeyir olsun. Xoş gördük. Siz çok sağ olun, hoş geldiniz. Siz də xoş gördük. Necəsiz? Çok sağ olun, siz necəsiniz? Belə
Ümumi vəziyyət necədir? Ümumi vəziyyət super. Hər şey yaxşıdır. Hər şey yaxşıdır, şükür. Ziyanın və ya xeyrin olub olmamasını axırda bilirsiniz. Bəli, bəli. Amma Bəli. belə nə hiss edirsiniz? Yaxşıdır. Yaxşıdır, vəziyyət? şükür. Şükür, yaxşı. Bax, nə xoşuma gəlir, ən çox rayonlarda qalıbdı. İndi şəhərdə şadlıq saraylarında bax 2 dənə belə qoyublar masadan. Biri qız evi, biri oğlan evi. Hə, de yazdır. Rüstəmov Rey. Hə, nə qədər yazdırdı? O rey. 100. 100, maşallah. Rayon üçün əladır. 100. Rüstəmov Rey. Pulu verin, pulu görün. 100 Yazdırmaqla gördü. Verin. Gör nə, mən olsaydım indi yazdırmışdım. Heç soruş necədir mi? Xuda verib Pərviz. Bəli. 100 Rüstəmov Rey. Adı Reydir. Adı Reydir. Bu. Bəli, bəli. Rey, bəli. Bəli. O adı kim qoyub? Onun adı, onun ən gözəl adıdır. Yox, qəşəng addır. Gözəl adıdır, bəli, xarici adıdır. Maraqlı addır, salamlayırıq. Amma Rey Rüstəmov Rey Abbasqulaoğlu. Əla. Bəli, yazılmışsın. Ən çox neçə yazılıb? Bax bu gün bu dəftərə ən çox neçə yazılıb? Ən çox 300. Yox. Bizcə dəqiqə 800. 40 min rubl. Hə, 40 min rubl. 800. Maşallah, bərəkətli olsun, xeyirli olsun. Min bərəkət. Deyir bu toyun pulunu adətən o qədər gərək güvənlikli birini yazdırasan. Sən burada kimlərdənsən, qohumlardan? Xalası oğluyam. Rəhmətli şəhidimizin xalası oğluyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Rinat balamızın belə nətər deyim, elə parlasın, elə yəni qəhrəmanın iyi ondan Allah hər zaman inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Siz də xoş gəlmisiniz. Həmişə xeyir işlərə gəlin. Xeyir iş pulları yazın ancaq. Sağ olun. Allah Toyumuz gözəl şəkildə davam eləyir. Burada bir nəfər var, Mais bəy. İstəyirəm onunla bir danışdıram, bir xeyir duasını alam. Xoş gördük Mais. Sağ ol, sağ ol. Gün olsun. İndi kiçik toyuna gəldi Renatın. Allah salamatçılıq eləsin, böyük toyuna gələk. Siz də xoş gəlmisiniz bizim bu Beyləqan Kəbiri kəndinə. Allah köməyiniz olsun. Sən sağ ol. Allah sənin də, sizin də hamının köməyi olsun. Onun ailəsini, bax sənin ailəni mən bugün tanıdım. Anan, yoldaşın, övladların, qardaşın ailəsi, yoldaşı o qədər gözəl, mükəmməl insanlardır. Həmişə bax xeyir işlərinizə gələk. Allah ürəyinizə görə versin. O qədər gözəl ailəsi var. Maşallah deyirəm, maşallah deyirəm. Allah pis gözdən qorusun. Və mən burada növbəti dost qazandım, bir dost ailə qazandım. Sağ olun, sağ olun. Allah köməyiniz olsun. Sağ olun.
Balaca Renatımızı bir daha təbrik edirəm. İnşallah o gün olsun ki, sizdən zəng gəlsin. Deyəsiz ki, böyük toydu, dur gəl, sağlıq olsun, bir daha gözünüz aydın olsun. Son olaraq da xeyir duanı verin. Deyir, siz yolunuza, biz yolumuza. Allah bu işdən bizə çox-çox xeyir versin. Gün o gün olsun Renatın böyük toyunu Allah bizə qismət eləsin, bizə nəsib eləsin və siz də orada iştirak eləyin. Space kanalının rəhbərliyinə sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Əziyyət çəkdiniz, bu uzun yolu gəldiniz. Verdiyiniz dəyərə görə sizə çox təşəkkür edirəm. Çox sağ olun. Allah sizi həmişə var eləsin. Var olun. Təşəkkür edirəm hamınıza. Siz bizi çox sevindirdiniz. Allah həmişə sizi sevindirsin. Allah həmişə sizdən razı olsun. Mən nə deyə bilərəm? Bugün bizim üçün çox dəyərli, çox qiymətli bir gündür. Mən bu sözü o gündə dedim, bu gündə deyirəm ki, biz 4 qardaşın 4 balası var. Amma onların üçünün hər şeyi var. Ən başlıcası ataları var. Renat bizim üçün həm baladır, həm qardaşdır. O bizim hər şeyimizdir. Bugün üçün də Tahirin də, mənim də ən ali məqsədim ondan ibarətdir ki, o uşağı bir tərəfə çıxardaq. Mən Allahdan az müddətli bir ömür istəyirəm, onunla görə istəyirəm ki, Renatın arxasında duram. Renatı dirçəldəm, onu oxudam. Allah bütün balaların canını sağ eləsin. Mənim oğlum 22 yaşı var, bugün sabah institutu qutaracaq. O hər şeyi də var. Hamba o həyat mənə verilsin, mən o həyatı Renata sərf eləyim, Renat ayaq üstə dursun. Sizə mən öz minnətdarımı bildirəm. Sağ olun. Çox sağ olun. Çox minnətdaram sizin kanala, sizin kanalın rəhbərliyinə. Gəldiniz, bizi şadlandırdınız, bizə bir sevinç bəxş elədiniz. Ona görə sizə çox sağ ol deyirəm, sizə yaxşı yol diləyirəm, uğurlar diləyirəm. Allah sizdən də razı olsun. Yəqin ki, görüşəcəyik. Əlbəttə ki, mütləq görüşəcəyik. Yəqin ki, görüşəcəyik. Çox sağ olun. Sağ olun. Beyləqanlı Kəbirli kəndindəyik dostlar. Deməli, indi görəcəyiniz uşaqlar əsl kənd həyatı yaşayırlar. Əsl o kənd uşaqları necə olur? Başlarını, günlərini, saatlarını necə keçirirlər? Bax, onu göstərəcəm. Özləri üçün bax, belə bir şərait yaradıblar. Baxın. Bax, belə bir şərait yaradıblar. Burada telefondan musiqini qoşurlar. Öz bağlarıdır, bağatlarıdır. Hətta burada özləri üçün yemək də hazırlayırlar ha. Özə necə hazırlayırlar? Bu da onların oyunlarıdır da. Belə deyim, evci-evcik. Əvvəllər vardı evci-evcik. Gəl bura. Deməli, bu kartofu özləri pişirib. Kartofa baxın, özləri pişirib. Orada ocaq qalayıblar. Orada ocaq qalayıblar. Orada ocağı qalayıb, kartofu pişiriblər. Yumurta burada qayğanaq eləyiblər. O nədir ki elə? Göstərdim. Nə, evlər deyil. Ağac evi. O nədir? Ağac evi. Ora kim çıxır? İkimiz. Siz çıxırsınız? Boy, hətta özlərinə ev də qurublar ya, ağacın üstündə. Sizin canınızı yiyərəm mən. Hə. Orada arada çıxıb istirahət eləyirlər, sonra da bax belə dincəlirlər. Oyna sən də bulun. Bax, əsl uşaqlıqlarını indi yaşayırlar.